Yüksək nəticə göstərmək istəyən hər bir abituriyent bu üç şeyi etməlidir. 1. Mütləq plan qurmalısan. Həftəlik hansı dərsləri oxuyacağını əvvəlcədən bilməlisən və zəif tərəflərini bu zaman inkişaf etdirəcəksən. 2. Sən etdiyin səhvləri mütləq analiz etməlisən, təhlil etməlisən. Mən 100 ədəd test yazmışam. Burada 10 ədəd mənim səhvim var və səhvim niyə görədir? Yəni, yüksək nəticə göstərmək istəyən abituriyentlər hər birisi bunu edir. Bəli, qayıdıb səhvlərini analiz edir, təhlil edir. Sən testin sayına yox, səhvlərin sayına köklənməlisən və niyə görə bu səhvləri etmirsən, onu analiz etməlisən. İkinci bu və nəhayət 3. Sən mütləq işlədiyin istənilən sınağı vaxtla işləməlisən. Çünki imtahanda vaxt az olur, sən orada həyəcanlanırsan, vaxt sənə bir qədər də az gəlir, mütləq ona indidən hazırlaşmalısan, vaxtı idarə etməyə bacarmalısan. Yüksək nəticə göstərən hər bir abituriyent vaxtı idarə etməyə bacarır. Sən də vaxtı idarə etməyə bacarsan, yüksək nəticə göstərəcəksən. Bir daha təkrar edirəm, plan qurursan. 2. Səhvlərini analiz edirsən. 3. İşlədiyin istənilən sınağı vaxtla işləyirsən. Uğurlar arzu edirəm. Növbəti videoda görüşəcəyik. Minnətdaram.